Salam, xoş gördük hər birinizi. Bugün aprel ayının 12-si və biz 2026-cı il və biz Logos Lab platforması üzərindən 21-ci müzakirəmizə başlayırıq. Bugün müzakirə üçün seçmiş olduğumuz mövzu bu Peyğəmbərlik İnstitutunun fəlsəfi cəhətdən analiz edilməsidir və əsas sualımız belədir: Peyğəmbərliyə ehtiyac varmı? Peyğəmbər anlayışının məzmunu çox güman ki, geniş dinləyici auditoriyası üçün artıq aydındır, amma qısa bir xatırlatma etməli olarıqsa, bu adi insanlar arasından seçilmiş olan və Tanrının iradəsini, Tanrının sözlərini çatdırmaq üçün bir vasitəçi funksiyanı özündə daşıyan bir insan kimi xarakterizə edilə bilər və yaxud bir fəlsəfi cəhətdən yanaşsaq, bir institut kimi xarakterizə edilə bilər. Yəni, Tanrının iradəsinin insanlara çatdırılması üçün arada bir mediatora, bir vasitəçiyə ehtiyac vardır və həmin vasitəçilik funksiyasını da məhz Peyğəmbərlik İnstitutu həyata keçirmiş olur. Bu, xüsusilə İbrahimi dinlərdə mövcud olan bir konseptdir, yəni Yahudilikdə, Xristianlıqda və İslamda. Amma digər dinlərdə ya ümumiyyətlə Peyğəmbərlik anlayışı mövcud deyildir, ya da orada bizim şərti olaraq Peyğəmbər adlandırdığımız bir fiqur, bir dini fiqur, mahiyyət etibarilə İbrahimi dinlərdə, yəni bu anlayış adı altında başa düşdüyümüzdən fərqli bir məzmunu özündə daşımış olur. Məsələn, Buddizmdə əgər biz Buddanı, Gautama Buddanı Buddizmin peyğəmbəri kimi adlandırsaq, hərçənd ki, bu Buddizm baxımından nə dərəcədə doğrudur, bu fərqli bir müzakirənin mövzusudur. Yəni, orada Gautama Buddanın bir peyğəmbər olaraq özündə daşıdığı məzmun ilə, məsələn, Xristianlıqda İsus Xristosun, yəni İsa peyğəmbərin və İslamda Məhəmməd peyğəmbərin özündə daşıdığı məzmun ilə fərqli anlam kəsb etmiş olacaq. Yəni, kifayət qədər ciddi fərqlər var. Və biz Buddizm kontekstində Gautama Buddanın, ümumiyyətlə Buddizmin mahiyyəti haqqında bu gün danışmaq fikrində deyilik və biz bu günləri Peyğəmbərliyə ehtiyac varmı? Yəni, biz Peyğəmbərlik İnstitutunu qeyd etdiyimiz kimi Yahudilik, Xristianlıq və İslam kontekstində nəzərdən keçirməyə çalışacağıq. Və fəlsəfi analiz üçün də seçmiş olduğumuz bir arqument bu əslində tarixi baxımdan o qədər də yeni bir arqument deyildir. Bu İslam fəlsəfəsində mövcud olan və Əbu Bəkr Əl-Razinin adı ilə əlaqələndirilən bir arqumentdir və arqumentin özünə keçid almazdan əvvəl vacib bir məqamı da qeyd etmək istəyirəm. Yəni, biz ümumiyyətlə fəlsəfə tarixi ilə məşğul olan hər bir tədqiqatçı üçün İslam fəlsəfəsi bu İslam dinindən daha geniş və daha rəngarəng bir məzmun kəsb edir. Yəni, burada İslam dininin əsas konseptləri, yəni fundamental prinsipləri ilə yanaşı, burada Yunan-Roma fəlsəfəsinin, Hind fəlsəfəsinin, İslama qədərki Fars fəlsəfəsinin və digər fəlsəfi istiqamətlərin təsir effektlərini görmək mümkündür. Və buna görə də İslam fəlsəfəsində, yəni İslam dininin özü ilə bəzən ziddiyyət təşkil edən, onun əsas fundamental anlayış və prinsiplərini şübhə altına qoyan hər hansı bir ideyalara rast gəlmək mümkündür və bu təəccüb doğurmamalıdır. Hətta yəni bir aqnostik, bir ateist İslam dinini, ümumiyyətlə dini qəbul etməsə belə, amma İslam fəlsəfəsi ilə məşğul ola bilər, İslam fəlsəfəsini analiz edə bilər və bu olduqca rəngarəng, olduqca maraqlı ideyaları özündə ehtiva edən,
Yəni bir növ analitik İslam fəlsəfəsi kontekstində olduqca fərqli müzakirələrə yol açan maraqlı bir sistemdir. Və biz peyğəmbərliyə ehtiyac varmı? Yəni biz bunu İslam fəlsəfəsi kontekstində nəzərdən keçirən zaman, yəni biz artıq qeyd etdiyimiz kimi bu İslam dini kontekstində nəzərdən keçirilmir. Yəni bu bir teologiya kontekstində analiz edilən bir mövzu deyildir. Yəni bizim üçün bu günləri həmin mövzu deyildir. Bizim edəcəyimiz analiz bu fəlsəfi analizdir. Və Əbu Bəkir Əl-Razi, yəni bu filosof 865-ci və 925-ci illərdə yaşamışdır. Deməli 9 və 10-cu əsrlərə aid olan bir filosofdur. Və bu filosof maraqlı bir fikir vardı və qısa bir şəkildə bu suala cavab verməli olsaq, onun fikrincə peyğəmbərlik institutuna, yəni peyğəmbərliyə ümumiyyətlə ehtiyac yoxdur. Yəni bəşəriyyətin istər bəşəriyyətin inkişafı baxımından, yəni bu perspektivdən yanaşsaq, istər həqiqətə çatmaq baxımından biz qarşımıza məqsəd qoymuş olarıqsa, yəni insanın peyğəmbərə ehtiyacı yoxdur. Bəşəriyyətin peyğəmbərliyə ehtiyacı yoxdur. Yəni sanki ilk baxışda biraz təəccüb doğura bilər. Yəni biz İslam fəlsəfəsində olduqca görkəmli bir yer tutan, yəni öz dövrünə görə vacib bir filosof hesab edilən bir filosofdan danışırıq, yəni Əl-Vazidən danışırıq. Eyni zamanda bu filosof peyğəmbərliyi şübhə altına qoyan bir arqument irəli sürmüş olur. Məsələn, həmin dövrdə yaşamış, yəni Əbu Bəkir Əl-Razinin müasiri hesab edilən Əl-Fərabinin fikrincə, yəni o İslam dini ilə, İslami vəhlər ilə antik fəlsəfə arasında bir harmoniya yaratmağa çalışırdı. Məsələn, Əl-Fərabi bu daha geniş dinləyici, oxucu kütləsi üçün yaxşı tanış olan bir addır. Amma bunun əksinə olaraq Əl-Razi, yəni indi bizim haqqında danışdığımız filosof, insan idrakının, insan zehninin müstəqilliyi ideyasını ön plana çəkir. Yəni insan idrakının, insan zehninin müstəqilliyi hər bir ənənədən, hər bir dini fikirdən daha önəmlidir. Və bu bir növ əgər müasir fəlsəfə kontekstindən yanaşarıqsa, rasionalist istiqamət, yəni ifrat rasionalizm, radikal rasionalizm aspektindən bir fəlsəfi sistemin qurulması, fəlsəfi təlimin qurulması ilə nəticələnir. Məsələn, əgər biz Yunan fəlsəfəsindən danışırıqsa, deməli Əl-Razinin də fikirləri həm də Yunan-Roma fəlsəfəsi ilə zəngindir. Yəni onun təsir effektini öz üzərində hiss edir və eyni zamanda həm də empirisizmin, yəni empirik tədqiqatların tərəfdarı empirisizmin əsas nümayəndələrindən biri kimi hesab edilə bilər və paralel olaraq həm də rasionalizm fəlsəfəsinin əsas fiqurlarından biri kimi qiymətləndirilə bilər. Təbii ki, söhbət bu biz İslam fəlsəfəsi kontekstində aparılan qiymətləndirmədən danışırıq. Beləliklə biz keçid alaq, yəni arqumentin özünə, yəni Əl-Vazinin fikrincə peyğəmbərliyə niyə ehtiyac yoxdur? Birinci arqument bundan ibarətdir ki, məsələn biz belə bir sual ortaya qoya bilərik. Əgər hər hansı bir ideya, hər hansı bir fikir müqəddəs tekstdə yazılmış olmasaydı, müqəddəs mətnlərdə olmasaydı, insan idraki, insan zehni bunu müstəqil şəkildə özü istehsal edə bilərdi, yoxsa yox? Yəni, sadə şəkildə qeyd edək, məsələn, xristianlığın müqəddəs kitabı İncil, İslamın müqəddəs kitabı bu Quran. Təbii ki, dini kontekstdən yanaşsaq, bu insan zehninin məhsulu deyil, Tanrının iradəsini özündə əks etdirir və Tanrı tərəfindən göndərilmiş olan, yəni Peyğəmbər vasitəsilə bəşəriyyətə göndərilmiş olan vəhlərin toplusudur. Və bu aspektdən biz çıxış edəriksə, bir hipotetik şəkildə təsəvvür edək ki, nə İncil mövcud deyildir, nə Quran mövcud deyildir. Amma insan idraki, insan zəkası müstəqil şəkildə,
İncildə və ya Quranda ehtiva edilən bilikləri özü müstəqil şəkildə istehsal edir, özü müstəqil şəkildə irəli sürmüş olur. Yəni bu mümkündür yoxsa yox? Yəni ən sadə sual, yəni arqumenti giriş buradan başlanılır və biz bu suala iki şəkildə cavab verə bilərik. Birinci halda deyə bilərik ki, bəli, yəni insan idraki müstəqil fəaliyyət göstərə bilir, onun potensialı olduqca genişdir. Hətta hər hansı bir bilik, hər hansı bir ideya, yəni bu müqəddəs kitablarda olmasa belə, insan idraki müstəqil şəkildə həmin biliyi istehsal edə bilərdi. Yəni bu bizim həmin suala verə biləcəyimiz birinci cavabdır. Əgər belədirsə, Əl-Razinin fikrincə, deməli avtomatik olaraq artıq peyğəmbərliyə ehtiyac yoxdur. Yəni peyğəmbərlik institutuna ehtiyac yoxdur. Çünki insan idraki, insan zehni müstəqil şəkildə hər bir biliyi istehsal edə bilərsə, yəni bu potensiala qadirdirsə və hətta Quranda olmasaydı belə, İncildə olmasaydı belə və ya digər müqəddəs mətnlərdə olmasaydı belə, ümumiyyətlə o mətnlər mövcud olmasaydı belə, İnsan idraki, insan zehni müstəqil şəkildə hətta orada olan bilikləri, orada olan ideyaları da müstəqil şəkildə istehsal edə bilərdi. Deməli, əgər belədirsə, insan idraki bu qədər müstəqildirsə, bu qədər geniş potensiala malikdirsə, deməli, Peyğəmbərə ehtiyac yoxdur. Yəni, ehtiyac yoxdur da, Tanrı öz iradəsini ifadə etmək üçün hər hansı bir insanı seçmiş olsun, yəni insanlar arasından Peyğəmbər seçmiş olsun, ona vəhy göndərmiş olsun, yəni arada bir mediatorun olmasına ehtiyac yoxdur. Əgər müasir dillə desək, bu şəkildə fikrimizi ifadə edə bilərik. Deməli, bu istiqamətdən yanaşsaq, biz Peyğəmbərliyə ehtiyac yoxdur, yəni bu qənaətə gəlmiş oluruq. Amma bir qədər əvvəlki sualımıza qayıtmış olarıqsa, təbii bu sualın alternativ cavabı mümkündür. Yəni biz deyə bilərik ki, müqəddəs mətnlərdə elə bir bilik, elə bir ideya vardır ki, insan idraki, insan zehni müstəqil şəkildə həmin biliyi, həmin ideyanı istehsal edə bilməz. Yəni insan idraki buna qadir deyil. Əgər belədirsə, təbii ki, onda Tanrı həmin ideyanı, həmin biliyi məhz Peyğəmbər vasitəsilə insanlara çatdırmalıdır. Yəni bunun nəticəsində bir müqəddəs kitablar mövcud olmalıdır, müqəddəs mətnlər mövcud olmalıdır. Təbii hər bir din üçün bir müqəddəs kitab vardır. İndi biz müxtəlif dinlər aspektindən çıxış edərkən, yəni cəmdə işlədirik müqəddəs mətnlər, müqəddəs kitablar sözünü. Amma istənilən halda Əl-Razinin fikrincə bu zamanda başqa bir problem yaranırdı. Onda belə çıxır ki, insan idraki anlamadığı, başa düşmədiyi bir ideyanı, bir biliyi sadəcə o müqəddəs kitabda öz əksini tapmışdır deyə onu köranə şəkildə qəbul etmiş olur. Yəni əslində bu biliyin məzmunu nədir? İnsan idraki bunu anlamaq iqtidarında deyil. İnsan zehni onu anlamaq potensialında deyildir. Sadəcə bu Tanrı tərəfindən göndərilmişdir. Peyğəmbər vasitəsilə insanlara çatdırılmışdır və müqəddəs kitabda öz əksini tapmışdır deyə insan başa düşmədiyi, anlamadığı, qavramadığı biliyi, bir ideyanı qəbul etmiş olur. Onu həqiqi bilik kimi, doğru bilik kimi qiymətləndirmiş olur. Və bu zaman da, yəni Əl-Razinin fikrincə, əslində insanın bir insan varlığı olaraq qəbul etmiş olarıqsa, onda biz insanın inkişafından danışa bilmərik. Yəni, əslində insanda heç bir inkişafa gətirib çıxaracaq bir amil funksiyasını özündə daşıya bilməz. Yəni, bu bir növ insanın anlamadığı, bilmədiyi, başa düşmədiyi bir ideyanı, bir biliyi köranə şəkildə imitasiya etməkdən başqa bir şey deyildir. Və İslam fəlsəfəsində məlum olduğu kimi ruhun 3 mərtəbəsindən bəhs edilir. Yəni bitki ruhu vardır, heyvan ruhu vardır və insanı insan edən, sözün əsl mənasında digər canlılardan fərqləndirən bir rasionallıq vardır. Yəni ruhun ən üstün inkişaf mərtəbəsini bu anlayışla ifadə edirlər.
Və Əl-Vazinin fikrincə, əgər insan başa düşmədiyi, anlamadığı bir ideyanı, bir biliyi sadəcə müqəddəs kitabda və ya mətndə olduğuna görə kör-koranə təqlid edirsə, onu doğru hesab edirsə, onu imitasiya etməyə başlayırsa, deməli bu əslində insanın inkişaf edərək, yəni heyvan ruhunun mərtəbəsindən, yəni insan ruhunun mərtəbəsinə, bir rasionallığa qalxa bilməsini mümkünsüz edir. Yəni bu əslində insanın müasir dillə desək, öz inkişafına gətirib çıxaracaq bir şey deyildir. Və bu aspektdən çıxış edərək Əl-Vazinin fikrincə istənilən halda biz peyğəmbərlik institutuna ehtiyac duymuruq. Çünki bir halda əgər biz bunu müstəqil şəkildə ideyaları, bilikləri əldə edə biliriksə, peyğəmbərə ehtiyac yoxdur. Əgər sadəcə peyğəmbər vasitəsilə bilik çatdırılmışdır və biz bunu kör-koranə tətbiq ediriksə, onu imitasiya etməyə başlayırıqsa, əslində buna da ehtiyac yoxdur. Çünki bu insanın və ya bəşəriyyətin özünü inkişaf etdirməsinə gətirib çıxarmır. Yəni bu problemin qoyuluşu, yəni iki tərəfdən də biz yanaşsaq həmin suala, əslində bir pozitiv nəticə əldə edə bilmirik. Və bundan çıxış yolu necədir? Əl-Vazinin fikrincə, əslində insanın zehni, insanın idraki müstəqil şəkildə hər bir biliyi istehsal etməyə qadirdir. Yəni biz buna şübhə etməli deyilik. Və biz bu aspektdən çıxış edəriksə, onda insanlar öz intellektləri baxımından bərabərdir. Yəni əgər insanlar öz intellektləri baxımından bərabərdirsə, deməli ilahi həqiqəti çatdırmaq və yaxud Tanrının iradəsini çatdırmaq üçün insanlar arasından kimisə seçməyə ehtiyac yoxdur. Yəni peyğəmbəri seçməyə ehtiyac yoxdur. Yəni çünki bütün insanlar intellekt baxımından bərabərdirsə, prinsipcə əgər peyğəmbər də insandırsa, deməli peyğəmbərin də intellektual potensialı bu bütün insanlar ilə bərabər qəbul edilməlidir. Və biz bu aspektdən çıxış edəriksə, onun fikrincə insanlar arasında bizim müşahidə etdiyimiz qeyri-bərabərlik, yəni biz sosial həyata baxan zamanda, yəni insanların əslində ideya cəhətdən intellektual bərabərliyini qəbul etmiş olsaq belə, amma real cəmiyyətdə müşahidəmiz insanların intellektual baxımdan fərqli olmasına gətirib çıxarır. Yəni doğrudan da bütün insanlar real təcrübədə intellektual baxımdan bərabər deyildir. Əl-Vazinin fikrincə bu qeyri-bərabərliyin yalnız bir səbəbi var, yəni bu təhsildir, bu birincidir. Bir də insanların səy göstərməyidir. Yəni oxumağa, özünü inkişaf etdirməyə, öyrənməyə və ya həqiqətə çatmağa olan səylərindəki qeyri-bərabərlikdir. Əgər insanlar eyni təhsil alarlarsa, eyni dərəcədə həqiqətə çatmaq üçün səy göstərmiş olarlarsa, yəni bu baxımdan insanların hər biri, yəni hər bir insanın idraki, yəni həqiqəti bərabər səviyyədə əldə etməyə qadirdir və potensial cəhətdən bu mümkündür. Və burada heç bir ilahi seçimdən, yəni insanlar arasından kiminsə seçilməsi, yəni bu peyğəmbər, müqəddəs insanlar, hər hansı bir qrupun seçilməsinə zərurət yaratmır. Yəni Əl-Vazinin fikrincə buna ehtiyac yoxdur. Və əslində biz bu aspektdən çıxış edəriksə, yəni Əl-Vazini həm də deist kimi də adlandıra bilərik. Yəni Tanrının mövcudluğunu qəbul edir, onun fəlsəfi cəhətdən analizini həyata keçirməyə başlayır. Yəni müasir dillə desək, analitik din fəlsəfəsi ilə məşğul olur. Amma dinin özünü qəbul etmir. Yəni əgər peyğəmbərlik institutu yoxdursa, yəni peyğəmbər konsepti yoxdursa, deməli dinin də olması qeyri-mümkündür. Ən azı bu İbrahimi dinlər kontekstində Yahudilik, Xristianlıq və İslam kontekstində dinin özünün qəbul edilməsini mümkünsüz edir. Və bu fikrin davamı olaraq Əl-Vazi din haqqında nə fikirləşirdi? Onun fikrincə dinlər, yəni söhbət bir dindən getmir. Yəni dinlər sosial harmoniyanın qurulmasına mane olan bir institutlardır. Yəni dinlərin, çoxlu dinlərin olması, yəni sadələşdirsək, Yahudilik, Xristianlıq və İslamın olması, yəni təbii ki, yalnız bəşər tarixində 3 din yoxdur, amma biz sadələşdiririk, çox sadələşdiririk vəziyyəti. Yəni bu son nəticədə bir
insanlar arasında konfliktin və qanlı mübarizələrin meydana çıxmasını gətirib çıxarır. Yəni nəzərə alsaq ki, hətta biz bir dinin özünü götürmüş olarıqsa belə, dinlərin bu da olduqca yüksək tərtibdən olan ümumiləşdirmədir. Yəni hər bir dinin tərkibində müxtəlif istiqamətlər vardır. Yəni adını məzhəb qoya bilərik, təriqət qoya bilərik və s. Onların da alt sistemində parçalanmalar vardır və nəticə etibarilə onlarla bəlkə yüzlərlə müxtəlif dini interpretasiyalara biz rast gələ bilirik. Və Əl-Razinin analizindən çıxış edəriksə, bu da son nəticədə insanlar arasında konflikt və qanlı mübarizələrin olmasını qaçınılmaz edir. Yəni bunların aradan qaldırılmasını mümkünsüz hesab edir. Və beləliklə, əgər bu aspektdən çıxış edəriksə, onun fikrincə həqiqi əxlaq, yəni həqiqi əxlaq bu fəlsəfi etika və mərhəmət üzərində qurula bilər. Yəni burada dindən irəli gələn hər hansı bir doqmatik hüquqlardan, doqmatik fikirlərdən daha çox bir fəlsəfi əxlaq və mərhəmət lazımdır ki, həqiqi əxlaqın təzahür etməsi mümkün olsun. Yəni baxın, belə bir arqumentasiya üzərində qurulur və təbii ki, biz fəlsəfə haqqında danışan zaman, yəni müxtəlif kontekstlərdə fəlsəfi arqumentlərdən bəhs edən zaman həmişə arqumentlərin bir əks arqumentinin, yəni onun təksib edilməsi cəhdlərinin olması haqqında da bəhs etmişik. İndi biz demirik bu nə dərəcədə uğurla həyata keçirilib yoxsa yox, amma sadəcə bu arqumentin özünün əks arqumenti nədən ibarətdir? Yəni İslam fəlsəfəsi tarixində bu arqumentə əks arqument kimi hansı deməli fikir ardıcıllığı irəli sürülmüşdür. Deməli, ola bilər. Yəni burada müxtəlif cəhətdən əks arqumentlərin sürülməsi prinsip etibarilə ən azı cəhdlər mümkündür və bir arqument bundan ibarətdir ki, əgər hər bir insan özünün müstəqil idrakından, zehni potensialından çıxış edərsə, prinsip etibarilə hər hansı bir ideya haqqında və yaxud hər hansı bir problemin həll edilməsi ilə bağlı, yəni bir deyil, onlarla, yüzlərlə müxtəlif alternativlərin irəli sürülməsi mümkündür. Yəni hər hansı bir problem vardır, hər hansı bir mövzunun müzakirəsi vardır. Yəni siz də müstəqil şəkildə öz idrakınızın məhsulunu ortaya qoya bilərsiniz. İkinci insan da təbii ki, özünün idrakının məhsulunu ortaya qoya bilər. Üçüncü, dördüncü, beşinci və s. İndi əsas məsələ bundan ibarətdir ki, biz digər insanların, yəni daha geniş bir əhali kütləsinin, insan qruplarının məhz bu alternativlərdən hansını qəbul etməyə vadar edə bilərik. Yəni söhbət inandırmaqdan gedir. Və bu aspektdən biz çıxış edəriksə, burada əslində həqiqətə çatmaq deyil, daha doğrusu insanları hər hansı bir ideyanın doğru olduğuna inandırmaqdan gedir. Yəni biz insanları buna necə inandıra bilərik? Və bu əks arqumentin daxili məntiqi bundan ibarətdir ki, yəni bu qədər çoxlu deməli rasional ideyalar bir-biri ilə mübarizə aparan, bir çox hallarda bir-biri ilə ciddi konfliktdə olan rasional ideyaların olması da cəmiyyətdə sosial harmoniyanın yaranmasını mümkünsüz edir. Çünki insanlar əslində nə edir? Yəni ideya nə qədər məntiqli olardırsa, bu demək deyildir ki, insanların əksəriyyəti bunu qəbul etmiş olacaq. Yəni insanların hər hansı bir ideyanı qəbul etməsi bu ideyanın doğru olmasından daha çox ona inanması ilə bağlıdır. Bəzən məntiqsiz olan, bəzən kifayət qədər daxili ziddiyyətlərə malik olan hər hansı bir ideyanı sadəcə inandırmaq strategiyasından çıxış edərək insanlara qəbul etdirmək olar. Yəni mövzudan kənar biz məntiq müstəvisinə keçid alarıqsa, məsələn, qeyri-formal məntiq bununla məşğuldur. Və biz bu haqda dəfələrlə qeyd etmişdik, yəni fərqli müzakirələrimizdə. Yəni qeyri-formal məntiqdə əsas strategiya insanları inandıra bilməkdir. Yəni ola bilsin siz yalan danışa bilərsiniz, ola bilsin siz insanların istəklərini manipulyasiya eləyə bilərsiniz, ola bilər siz insanlara psixoloji təsir göstərə bilərsiniz, amma inandıra bilirsinizsə, deməli qeyri-formal məntiq müstəvisində siz
uğur qazanmış olursunuz. Təqribən belə bir kontekst, yəni indi biz İslam fəlsəfəsində qeyd etdiyimiz əks arqumentdə də öz əksini tapır. Yəni insanlar inansalar ki, hər hansı bir ideya, hər hansı bir bilik, yəni bu Tanrı tərəfindən göndərilmişdir və bu peyğəmbər tərəfindən insanlara çatdırılmışdır. Yəni bu cəmiyyətdə əksər insanların, bir çox insanların həmin ideyanı, həmin biliyi qəbul etməsi ilə nəticələnir. Yəni prinsipcə, yəni insanları bu aspektdən çıxış edəriksə, inandırmaq daha asanlıqla əldə edilə bilər və bu inandırmanın özü də cəmiyyətdə sosial harmoniyanın əldə edilməsi üçün vacib bir məqamdır. Və buna görə də cəmiyyətdə peyğəmbərlik institutu olmalıdır. Yəni insanlar inanmalıdır ki, bu ideya məhz peyğəmbər tərəfindən insanlara çatdırılmışdır və beləliklə insanlar, daha çox insanlar eyni bir ideyanın doğru olmasına dair inamı öz aralarında paylaşa bilərlər. Yəni belə, bu gündən müzakirə etmək istədiyim məsələ bundan ibarətdir. Yəni suallarınız olarsa ünvanlaya bilərsiniz. Diqqətinizə görə minnətdaram.